Xoş gördük. Kanalımıza abunə olun, yaxın oturun. Sizin suallarınıza cavablandırıram. Mən Doktor Rəşad Sultan, ginekoloq. Uşaqlıqda mioması olan qadınlar ana ola bilər? Əlbəttə ki. Amma düz sual verirsiniz. Bəli, mioma hamilə qalmağa da mane ola bilir, düşük səbəbi də ola bilir, vaxtdan qabaq doğuş səbəbi ola bilir, hətta doğuşdan sonra qanaxma səbəbi də ola bilir. Bunu öncədən deyə bilirikmi? Bəli, miomanın yerinə görə, ölçüsünə görə qadın hamilə qalmaqda çətinlik çəkə bilər. Risklər hamiləlikdə daha çox ola bilər. Bunu deyə bilirik, 100%lik olmasa da. Amma bu o demək deyil ki, mioması olan qadınlar hamilə qala bilməz. Onu bayaq dediyim kimi miomanın yerindən çox şey asılıdır. Onu da baxacağıq ultrasəs müayinəsində. Ona əsasən proqnozumuzu verəcəyik. Amma təbiət, insan orqanizmi qarışıqdır. Heç gözləmədiyimiz halda qadın hamilə qala da bilir. Hər şey normal olan qadın hamilə qalmaya da bilir. Yenə də istəsəz gələrsiniz, sizin miomalara baxarıq. Hələlik.